münasibətlər qurur. Azərbaycan hakimiyyətinin sözünün canı odur ki, biz Avropa ilə strateji tərəfdaşlıq, əməkdaşlıq eləmək istəyirik və ilk növbədə təhlükəsizlik və enerji sahəsində, iqtisadi sahədə bütün məsləhətləşmələrə hazırıq. Amma demokratiya, insan haqları mövzusu gündəmə gəlməsin. Bu, Azərbaycan hakimiyyəti üçün məqbul deyil. Yanaşma bundan ibarətdir və bütün ziddiyyətlər də burada yaranır. Bilirsiniz, Elçin bəy, indi İrəvanda sammit baş tutdu və kifayət qədər təsirli bir şəkildə, sözün müəyyən mənasında güclü bir siyasi şou keçirildi də. Avropanın, hətta Kanadanın hakimiyyət baş naziri gəldi, dünyanın beynəlxalq təşkilatlarının önəmli simaları gəldilər bura və deyildi ki, 2028-ci ildə də Bakıda keçirilir. Belə bir söhbət olubdur. Yəni, razılaşdırılıb, bu qrafikdir. Bilirəm, razılaşdırılıbdır və bizim hakimiyyət Ermənistanda keçirilən tədbirə dəstək verib. Onlar da 28-də Azərbaycanda keçiriləcək tədbirə dəstək veriblər. Təxminən COP-da olduğu kimi də bir-birinə dəstək verirlər. Və amma Avropanın Ermənistana və Azərbaycana münasibətləri eyni deyil. Avropanın Ermənistana münasibəti bir tərəfdən erməni sevgisidir, dediyimiz kimi. İkinci tərəfdən də türklərə qarşı münasibətin ortaya qoyduğu məsələdir. Azərbaycanda isə sözün açığı sevgi yoxdur. Azərbaycanla bağlı çox praqmatik münasibətlər sistemi var. Azərbaycanın nefti, qazı var müəyyən qədər və Avropa o sahədə Azərbaycanın əməkdaşlığı ehtiyac duyur, ona görə də onu açıq şəkildə dilə gətirirlər. Azərbaycan kifayət qədər güclü dövlətdir və bölgədə təsiri var və təhlükəsizlik baxımından Azərbaycana müəyyən ehtiyac duyulur, onu da dilə gətirirlər. Amma sevgi, məhəbbət olmadığı üçün Azərbaycana zaman-zaman, bax o Avropa Parlamentinin ortaya qoyduğu qətnamədəki fikirlər kimi də fikirlər səslənir və səslənəcək. Və müəyyən şəraitdə yenə də Qarabağ, ermənilərin Qarabağa qayıtması mövzusu qaldırıla bilər. Bu, erməni cinayətkarlarının həbsdən azad edilməsi məsələsi qaldırıla bilər və indiki kimi Avropa Parlament tərəfindən yox, başqa daha ciddi strukturlar tərəfindən. Və ola bilər ki, o rəsmən qaldırılmayacaq. Ancaq deyiləcək ki, əgər sən 28-ci ildə Azərbaycanda ciddi bir sammitin baş tutmasını istəyirsənsə, o zaman müəyyən addımlar da atmalısan. Həm ermənilərlə bağlı, həm də ki, öz xalqına qarşı. Azərbaycanda bu qədər siyasi məhbuslar var, o zaman-zaman məsələ gündəmə gəlir, bu yenə də gündəmə gələcək. Və yenə deyirəm, ola bilər ki, açıq şəkildə səslənməyəcək, arxa planda danışılacaq. Yəni, tədbirin baş tutmasına mane ola bilər deyirsiniz. Yəni, düşünürəm ki, baş tutmamasına qədər gedib çıxmaz məsələ, o çox az ehtimallıdır. Amma yadınızdadır, 2015-ci il idi, burada Avropa oyunları keçirilirdi. Oyunlardan əvvəl belə ab-hava var idi ki, Avropanın dövlət başçıları bura gələcək filan. Çünki Azərbaycan onun üzərinə götürəndə müəyyən qarşılıqlı öhdəliklər yəqin götürülmüşdür. Sonra demək olar ki, heç kim gəlmədi Avropa ölkələrindən. Faktiki ignor elədilər də, belə deyək, gəlmədilər. Və 2028 il sammitinin də mən elə olmasını istəmirəm. Mən istəyirəm ki, Azərbaycandakı tədbir Ermənistandan da daha uğurlu, daha möhtəşəm keçsin. Və onun üçün də Azərbaycan ilk növbədə öz daxili problemlərinin həlli istiqamətində addımlar atmalıdır ki, erməni istiqamətindəki tələblərin qarşısında arqumentlər olsun. Ancaq hər iki sahədə o söhbətlər ortaya çıxacaqsa, o problem yarada bilər. Ona görə də Azərbaycan tərəfi mən hesab edirəm ki, bu məsələyə çox ciddi yanaşmalıdır və istər insan haqları baxımından, ədalət baxımından, humanizm baxımından, istərsə də dövlətin təhlükəsizlik maraqlarına görə, beynəlxalq əlaqələrinin önəminə görə müəyyən addımlar atmağa Azərbaycan hazır olmalıdır. Nəhayət ki, bu sərhəd açılmalıdır, bəsdir, bu biabırçı bir vəziyyətdir, buna son qoyulmalıdır.
Ümid edirsiniz açılacaq yaxın dövrdə. Və açılmalıdır. Mən ümid eləmək istəmirəm. Bu açılmalıdır. Dünyada yeganə dövlətdir ki, öz sərhədimiz, öz əlimizlə öz sərhədimizi bağlamışıq. Sizin təxmininiz nədir? Niyə bağlamışıq? Valla başqa ciddi arqument ortaya qoyulmadığı üçün iqtisadi monopoliya səbəbləri daha çox aktuallaşır. Yəni çünki təhlükəsizlikdən danışırlar, ancaq nə söhbətdir bu təhlükəsizlik? Təhlükəsizlik problemi ancaq Azərbaycana aiddir. Digər ölkələrin təhlükəsizlik problemi yoxdur. Gürcüstan Azərbaycandan güclü dövlətdir. Ermənistan Azərbaycandan güclü dövlətdir. Onlar niyə təhlükəsizliyə görə sərhədlərini bağlamırlar, Azərbaycan bağlayır? Dünyada təhlükəsizliyə görə sərhədlərini daimi bağlayan ölkə yoxdur. Müəyyən dövr olar, mərhələ olar, deyərsən, qonşuluqda müharibə gedir, 1 ay, 3 ay, 5 ay, nəysə olar. Amma bütövlükdə bunu bağlamaq absurdudur və bu absurda son qoyulmalıdır. Bilirsiniz, adam dəfələrlə bu sözlərdə danışmışıq, bu yük maşınları gəlir, gedir. Tırlar gəlib gedir. Hökumətin nümayəndələri gəlib gedir. Elə məhz sadə cəmaət sərhədi keçmək istəyəndə pandemiya yada düşür, təhlükəsizlik yada düşür. Bu pandemiyanın o tırlara, o avtomobillərə, o tranzit gediş-gəlişinə dəxli yoxdur. Ən maraqlısı odur ki, Təhlükəsizlik ancaq sıravi bir kəndli Qazaxdan, Tovuzdan, nə bilim, Ağsafadan, Balakəndən gedib Gürcüstandakı qohumlarını, dostlarını görüb gəlmək istəyəndə, biraz ola bilər mağazadan, bazardan, dükandan alverilib dönmək istəyəndə təhlükəsizlik problemi yaranır, pandemiya problemi yaranır. Ayıbdır axı. Ayıb deyil, sadəcə olaraq ayıbdır. Qurtarmaq lazımdır bu söhbəti. Bitirmək lazım. ən maraqlısı odur ki, yəni ölkə daxil olmağa məhdudiyyəti bəlkə də hardasa başa düşmək olur, amma ölkədən çıxış niyə məhdudiyyət? Biraz onu mən də başa düşmürəm aslında. İsa bəy, bu Kaya Kallas gəldi Azərbaycana, elə Avropa İttifaqı ilə münasibətləri haqqında danışarkən, o gəlməmişdən qabaq bəyanatı da var, yəqin tanış olmusunuz. Amma bu dəfə deyəsən müxalifətlə görüşmədi. Ümumiyyətlə, Avropadan gələn siyasətçilər və diplomatlar görüşürmü, təmas qururmu? Son illərdə çox da fəallıq göstərmirlər, həvəs göstərmirlər və bu da onların seçimi deyil. Azərbaycan hakimiyyəti məsləhətidir, hətta təkcə məsləhət deyil. Avropa diplomatları, Avropa siyasətçiləri Azərbaycana gələndə müxalifətlə görüşürlərsə, hakimiyyətlə görüşlərdə problem yaranır, əməkdaşlıqda problem yaranır. Biz də onu başa düşürük, ona görə də o məsələdə xüsusi bir nə inciklik, nə xüsusi bir maraq nümayiş etdirmirik. Amma prinsip etibarıyla Kallasın, İtaliya baş naziri Meloni xanımın Bakıya gəlməyi müsbət hadisələrdir. Ümumiyyətlə, bu Yerevandakı sammitin həm əvvəl, həm də sonra bəzi nümayəndələrinin Bakıya səfər etməsi yaxşıdır, olsun. Əlaqələr önəmlidir. Biz, əgər Azərbaycan hakimiyyəti insan haqları, demokratiya mövzularını arxa plana çəkirsə, bu demək deyil ki, biz də müxalifət olaraq təhlükəsizlik və iqtisadi əməkdaşlıq mövzularını kənara qoymağın tərəfindəki yox. Bu mövzular bizim üçün də önəmlidir. Bu mövzular Azərbaycanın təhlükəsizliyi və iqtisadi inkişafı baxımından önəmli olduğu üçün məsələyə biz normal, müsbət yanaşırıq. Ancaq gözləyirik ki, hakimiyyətlə nəhayət insan haqları və demokratiya, ədalət mövzusunda addımlar atmağa hazır olsun.